türk əskərinin döyüşkənlik əzmi barədə hekayətlərə tarixin bütün qatlarında rast gəlmək mümkündür. Bu və digər savaşda hünər göstərmiş, İralaya qarşı tək başına vuruşmuş türk bahadırları barədə çox yazılıb, çox deyilir. Amma dövlət tərəfindən açıq ölmə göndərilmiş, sonradan taleləri ilə kimsənin maraqlanmadığı, daha dəqiq, unudulmuş iki əskərin illər sonra vətəndən çox-çox uzaqlarda vətən naminə ayağa qalxması, əskəri şərəfinə tapınaraq bütöv bir dövlətə müharibə etməsi, sözün mütləq anlamında insan təfəkkürünün asanlıqla həzm edə biləcəyi bir nəsnə deyil. Bu, ilikləri, qanı, düşüncəni donduracaq qədər heyrətamiz bir qəhrəmanlıqdır. Hər halda, Türkiyənin Hindistandakı böyük elçiliyinin yaydığı məlumatdakı təfərrüatı başqa cür dəyərləndirmək sadəcə mümkün deyil. 1912-ci il. Artıq o zamana qədər Hindistanı iqtisadi işğala məruz qoymuş Böyük Britaniya bu ölkəyə qarşı açıq hərbi təcavüz planını gerçəkləşdirir və nizami İngilis qoşunlarına heç cür müqavimət göstərə bilməyən Hindistan kralı bir çox dövlətlərdən, o cümlədən Osmanlı İmperatorluğundan yardım istəyir. Həmin dövrdə Osmanlı dövlətinin özü uzun müharibələrin ağır nəticələrindən əziyyət çəksə də, hakimiyyət Hindistan müsəlmanlarının təəssübkeşlik niyyəti ilə kralın xahişini cavabsız buraxmır və 350 əskərlik bir hərbi birləşmə gəmi ilə Hindistana yola salınır. Səfər müddətində əskərlərdən 20-si müxtəlif xəstəliklərdən vəfat etsə də, bu, türk əskərlərinin döyüş əzmini azaltmır. Gəmi Hindistan sahillərinə yan alan kimi 330 nəfərlik türk qoşunu ingilislərlə açıq döyüşə girir. Bir neçə günlük şiddətli toqquşmadan sonra o dövrün ən müasir silahları və hərbi sursatı ilə təchiz olunmuş İngilis donanmasının dəniz piyadaları türk alayını darmadağın edir. 290 nəfər şəhid olur, 40 nəfər isə əsir düşür. Və bütün digər müharibələrdə olduğu kimi, İngilislər də əsir türk əskərlərindən ucuz işçi qüvvəsi kimi yararlanmağa üstünlük verir. 40 türk əskəri İngilis dəniz donanmasına məxsus gəmilərin qulluqçu heyətinə daxil edilir. Həmin İngilis gəmilərindən biri Avstraliya sahillərində lövbər salarkən, orada olan əsir türk əskərlərinin ikisi, Qaradəniz diyarından olan Mentesoğlu Abdullah və Qarahisar diyarından olan Tarakçıoğlu Mehmet qaçmağa müvəffəq olurlar. Avstraliyanın Qarlı Dağlar adlanan bölgəsində məskunlaşan bu insanlar az sonra sahibkarlıq fəaliyyətinə başlayırlar. Abdullah Mentesoğlu dədə-baba peşəsi olan dondurmacılıqla, Mehmet Tarakçıoğlu isə qəssablıqla məşğul olurlar. Onların bu dinc həyatı 1918-ci ilə qədər davam edir. 1918-ci ildə Avstraliyanın da Çanaqqala qoşun çıxardığı xəbərini alan qürbətçilər məsləhətləşərək Avstraliya dövlətinə belə bir nota ünvanlayırlar. Sayın Avstraliya Başqanı Eskalans Həzrətlərinə. Biz iki Osmanlı əskəri ölkənizdə yaşayırıq. Eşitdik ki, dövlətimiz Osmanlıya Avstraliya dövləti olaraq müharibə elan edib və Çanaqqalaya əskər göndərmisiniz. Buna görə də iki Osmanlı əskəri olaraq biz də Avstraliya dövlətinə savaş açırıq. Diqqətinizə çatdırırıq ki, bu bir Osmanlı savaş fərmanıdır. Qarahisar diyarından Tarakçıoğlu Mehmet, Qaradəniz diyarından Mentesoğlu Abdullah. Təbii ki, Avstraliya Baş Nazirinin dəftərxanasında bu notaya ciddi yanaşmırlar. Amma Avstraliya hökumətinə fərqli olaraq nota verən tərəf işə tam ciddiyyəti ilə girişir. Sidneydən 250 km aralıda yerləşən Qarlı Dağlar bölgəsindən üsəndirici xəbərlər gəlir. Hansı qrupsa dəmir yol xətlərini sıradan çıxararaq üst qatarı aşırmış və buradan əldə etdikləri hərbi sursatla silahlanaraq sakit bir bölgənin dincliyinə qənim kəsilmişdi. 8 hərbi posta hücum olunmuş, heyətləri son nəfərinə qədər qətlə yetirilmişdi. Baş nazir yalnız bundan sonra notanın mahiyyətinə vararaq məktubun yola salındığı poçtu müəyyənləşdirməklə həmin əraziyə 250 nəfərlik qoşun yeritdi. Avstraliya hərbiçiləri bir neçə günlük axtarışdan sonra, belə demək mümkünsə, Osmanlı qoşununun izinə düşsə də, onları tam ram etmək asan olmadı. Qanlı döyüşdə şəhid olan iki türk əskərinə qarşı döyüşlərdə Avstraliyanın xüsusi təyinatlı hərbi birləşməsi kifayət qədər ciddi itki verdi. Hökumət bu qanlı döyüşün cəmi 2 nəfər Osmanlı əskəri ilə aparıldığı rüsvayçılığından qaçmaq üçün belə bir informasiya yaydı ki, güya qiyamçılar Hindlilərdən ibarət böyük bir dəstə imiş. Bu azmış kimi, Avstraliya hökuməti ehtiyat tədbiri kimi döyüşlərin getdiyi ərazinin ziyarətinə qadağa tətbiq edən bir qərar da qəbul edib. Və nə qədər qəribə olsa da, həmin qadağa bu günədək öz qüvvəsində qalır. Heç bir turistə həmin ərazilər ziyarət etmək, xüsusən də fotoaparat və videokameradan istifadə etməklə çəkiliş aparmaq icazəsi verilmir.
Maraqlıdır. Görəsən niyə? Avstraliya hökuməti iki türk əsgərin heyrətamiz qəhrəmanlığını mı etiraf etmək istəmir? Yoxsa illər öncə onları hindli kimi qələmə verməsinin arxasındakı mənfur niyyəti açılmasından mı xoflanır? Hər halda səbəbi necə olmasına asılı olmayaraq, türk əsgərinin öz əsgəri şərəfinə sədaqəti, ölməz vətən sevgisi dəfələrlə təsdiqini tapmış tarixi həqiqətdir ki, illər öncə uzaq Avstraliyada baş vermiş bu olay da o mütləq həqiqətin bir zərrəsi idi. Bizə görə isə bu icazə ona görə verilmir ki, bir əsr öncə torpağa tökülmüş qanın çıxarılıb analiz olunması üçün elə də uzun bir zaman deyil. Avstraliya hökuməti bu yalanın üzə çıxmasından qorxduğu üçün buranı qadağan olmuş zona elan edir. Burada həmin hadisə ilə bağlı arxeoloji tədqiqatların aparılmasından ehtiyat edir və qorxur ki, həmin döyüşün qalıqları aşkarlanmaqla həqiqət üzə çıxa bilər. Məhz bunu izləmək üçün Avstraliya dövləti ənənəvi Avropa əxlaqına sadiq qalır.